Salam, əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün paytaxt salatı hazırlayıram. Yəni ki, paytaxt belə də çox deyilmir, elə staliçini, axır ki, adı paytaxt salatıdır. Hazırlayıram, ərzaqları qəşəng qaynatmışam, təmizləmişəm, yumurta, kartof, kök, təzə xiyar, duzlu xiyar, bir də qarox, göy noxud. Mayonez, hamısını hazırlamışam, soyudmuşam qəşəng, hökmanda salata bir 4-5 saat qabaqdan qaynadım, onu soyutmaq, tamam soyutmaq lazımdır. Biraz ilıq qalsa, o sıracı mayonez qızqırma verir. Yəni turşuyur. Süzgəcdən keçirdirəm qəşəng yumurtanı. Yəni mən bunu az eləmişəm. Yenə deyirəm, yeni ilə görə eləyirəm. Yeni il bir həftə qalıb yeni ilə. Mən bu salatları da, tortları da hazırlamışam ki, yeni il qabağı izləyicilərimə fikir olsun, kim hansını eləyir, bazarlığını eləsin, ərzağını hazırlasın, inşallah yeni il süfrəsi üçün hazırlayasınız. Xiyarı qəşəng xırda-xırda doğrayıram, bildiyiniz kimi. Yəni bu salatı uşaq da bilir. Təzə xiyarı, duzlu xiyarı doğrayıb bir yerə tökürəm o xiyarı, çünki sıxıb vururam, onu sulandırır. Salatı sulandırır. Hökmən onun suyunu sıxmalısan, vurmalısan xiyarları. Ona görə doğrayanda ikisini bir yerə götürürəm. Sonra göy soğandır, şüyüddür, bir qısa xoşlayıram, keşnişlə vururam. Yəni o xiyarla göy göyərtinin ətri yaxşı gəlir. Cücə döşüdür, sinə ətidir, qaynatmışam, qəşəng didmişəm. Ətlə də eləyə bilərsiniz. Məsələn, mən nər salatın eləyirəm, demək olar ki, ətlə eləyirəm. Ancaq bugün nar salatı da çəkəcəm inşallah. Onu da səhər qoyaram, baxarsınız. Yəni bunları yeni il süfrəsinə görə eləyirəm ki, hazırlayasınız qəşəng. Bir 3-4 gün qabaqdan bir həftələ qalır, 5-6 gün. Yəni ki, fikir olsun, onu alacağınızı alın, hazırlayın ki, nəyə düzəldəcəksiniz, hazırlayacaqsınız. Bunu əzbərdən hamı bilir. Bunu da ərzağa ailəyə görə nə qədər hazırlayacaqsınız. Mənim birində də evimdə həmişə uşaqlarım, nəvələrim, qızlarım gəlir. Ona görə də mən salat eləyəndə bir 2-3 gün yeyilir də. Həmin günü də ondan elə eləyən. Uşaqlar xoşlayır salatı. Hamımız xoşlayırıq salatı. Salatı ki elədim, hələ bir qab durur yanımda. Ona görə də hazırlayıram qəşəng, imkan olduğu qədər. İndi neçə cür olsa, çoğundur salat eləyirəm. Mən, məsələn, nəvəmin biri yuxa salatı xoşlayır, eləyəcəm, onu da əlbət çəkərəm. Amma YouTube kanalımda yuxa salatım var, baxa bilərsiniz. Çoğundur salatım var, cürbəcür nar salatları var. Salatların növü çoxdur, amma birinci dəfədir mən o toyuq salatı çəkdim. Birinci dəfədir o toyuq salatını mən YouTube kanalımda verirəm. Baxmışam da heç bir yerdə rast gəlməmişəm o salata. Bəlkə də var, mənə rast gəlməyib, yəni rast gəlməyib mənə. İnşallah siz də eləyərsiniz həmin salatdan. Çox gözəl. Kukuriz salatı var, cürbəcür. Salatda da bütün ərzaqları nəyə bir-birinə qatırsan, olur dadlı salat. Smetandan, mayonezdən qəşəng vurursan, ləzzətli bir salat ortaya çıxır. Bilirəm ki, evlərdə çox hamı salatı sevir. Hazırlayırlar. Elə valla ad günlərində, ondan yeni ildə, qonağın olanda, nəysə, bu salatlar hamısı hazırlanır. Hazır oldu salatım. Qəşəng yığdım qaba, biraz da üstün bəzədik. Elə bil bunu qızım bəzədi üzərin. Qəşəng, gözəl salatdır. Sağ olun, sağlıqla qalın.